Hörmətli xanım sədr, mənə söz verdiyiniz üçün təşəkkür edirəm. Öncədən qeyd etmək istəyirəm ki, qanun layihəsinə səs verəcəm və həmkarlarımı da səs verməyə çağırıram. Bildiyiniz kimi, narkotik vasitələrinin qəbulu insan sağlamlığına ən çox zərər verən vərdişlərdən biridir. Eyni zamanda bu problem cəmiyyətə də ciddi ziyan vurur və bu asıllıq insan taleyinə mənfi təsir göstərir. Ölkəmizdə bunun qarşısını almaq üçün bir sıra tədbirlər görülür və mübarizə aparılır. Lakin təəssüf ki, digər ölkələrdə olduğu kimi bu problem bizim cəmiyyətdən də yan keçmir. Düzdür, digər ölkələrlə müqayisədə ölkəmizdə bu sahədə göstəricilər daha aşağıdır. Bu da sözsüz ki, dövlətimizin narkomanlığa qarşı apardığı ciddi mübarizənin nəticəsidir. Hesab edirəm ki, müzakirə etdiyimiz bu qanun layihəsi işə qəbul olunan həmən şəxslərin bu məsələyə daha məsuliyyətlə yanaşmasına səbəb olacaq. Əlavə olaraq, müzakirə etdiyimiz məsələ ilə bağlı bir təklif də irəli sürmək istərdim. Belə ki, nigah bağlanarkən tibbi arayışla yanaşı, narkoloji tibbi müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəyin də təqdim olunması məqsədə uyğun olardı. Təəssüf ki, bəzi hallarda şəxsdə narkoloji asıllığın olduğu nigahdan sonra müəyyən edilir və bu da ailələrin dağılmasına səbəb olur. Əgər bu hallar öncədən müəyyən edilərsə, boşanmaların sayı da azala bilər. Diqqətinizə görə təşəkkür edirəm, çox sağ olun.